Uşaqda ani başlayan bir öskürək varsa buna mütləq diqqət edin. Uşaq qaçıb oynadığı yerdə anidən yanınıza öskürərək boğulma tərzində bir qıcıqlandırıcı tutma şəkilli öskürək də gəlirsə, burada yad cisim olma ehtimalı çox yüksəkdir. Odur ki, dəyərli valideynlər uşağınızın nə ilə oynadığına həmişə diqqət edin. Düyməli kuklalar, batareyalı oyuncaqlar, qəpiklər, udula biləcək əşyalar uşağın əlinə qətiyyən verməyin və yaxud da çərəzlər, qoz, fındıq, fıstıq, badam 5 yaşa qədər uşaqların əlinə qətiyyən verməyin. Çünki bu çərəzlərin ani nəfəs yoluna qaçma ehtimalı ilk 5 yaşda çox yüksəkdir. Sürüşən, soğurulan konfetlər, qənd və kiçik konfetlər də uşaqlara qətiyyən verməyin ki, belə uşaq konfetlə və ya çərəzlə yeyərək hərəkət edirsə nəfəs yoluna qaça bilər və ani boğucu öskürəklə özünü göstərə bilər. Ani boğucu öskürəklər zamanı yad cisim ehtimalını mütləq inkar etmək üçün uşağı təcili həkimə aparmalısınız.